ey ömür qatarım belə tələsmə. Bir də bu həyata gəlməyəcəyəm. Doyunca seyr edim gözəl dünyanı, bir də bu dünyanı görməyəcəyəm. Tanınmış aktyor, Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyev bugün axşam saatlarında dünyasını dəyişib. Qeyd edək ki, əməkdar artist bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Hazırda biz aktyorun evinin qarşısındayıq. Vahid Əliyevlə vida mərasimi sabahları saat 1-də evində olacaq. Aktyor Batamdart qəbirstanlığında dəfn olunacaq. Onda onkoloji xəstə idi. Sadəcə artıq o açıq ürək əməliyyatı olmuşdu. Bir çox üstələnmişdi də, gec idi indi. Belə də bir gün gələn bir gün getməlidir. 73 yaşında qardaş. 73 yaşında. Sadəcə əslində demək istəmirdim. Mənim bir çox vaxtı gələndə açıqlayacağım. Bir çox onkoloqlar var. Mənim onlardan çox narahatçılığım var və çox narahatçılığım qalıb. Vaxtı gələndə açıqlayacağım onları, deyəcəm. Qeyd edək ki, Vahid Əsgəroğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olmuşdu. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, 23 dekabr 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyoru kimi çalışıb. O 2011-ci ilin may ayından əməkdar artist fəxri adına layiq görülmüşdü. Aktyor həmçinin 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə prezident mükafatına layiq görülmüşdür. Əməkdar artist 2022-ci il dekabr ayında infarkt keçirmişdi. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunmuşdur. Aktyor bugün axşam saatlarında yaşadığı evdə rəhmətə gedib. Fərid Yusifov, Xaliq Babayev, APA TV. Ömür qısa, vallahi baxmamışam yata. Həyat edər bu deməksə, dünya səni dərk etmədi.